Bəli. Mən altında fakirdə nə var düşünürəm. 69'da İngiltere'ye geleceğiz. Yakın başka şu seni söylendi mi sen? Ermeniler ne zaman iddiaları sürdüler? Noyabr'da. Bəs bu iddialar Stalin tərəfindən kimə yönləndirildi? Mirzəfər Bağırova. Aferin. Mirzəfər Bağırov nə cavab verir dekabr oldu? Diğer ərazilərinə geri qaytarmasız Azərbaycana verir. Mən deyir ki, İşğal olunmuş digər ərazilər geri qaytarmalısınız. Yəni bu ərazi iddiaları deyil, əsassızdır. deyir ki, siz bizə Rusiyanı, Gürcüstanı, Əzbərovu verin, Şuşa bizdə qalmaqla bizə Qarabağı sizə qaytarın. Təbii ki, bu da Stalini qane etmir və iddiaları qəbul etmir, erməni iddialarını. Davam edir yolda uşaqlar. Bəs Azərbaycan dilinin konstitusiya, hansı konstitusiya? 37-ci il. Konstitusiya Azərbaycan dilinin dövlət dili olması ilə bağlı əlavə 56. Nə zaman? 56. Bəs Azərbaycan dilinin icbari tədrisi ilə bağlı nə zaman? 59-cu ildə odur. Stalin vəfat etdi. 53-cü ildə vəfat etdi. Azərbaycanda İmam Mustafayev nə zaman birinci şərh oldu? Mirzəfər Bağırov deməli nə zaman hakimiyyətdə salındı? 54-cü ildə. Ermənilərin iddiaları nə zaman güclənməyə başladı? 50-60-cı illərdə. Xruşov bu iddiaları niyə qəbul etmir? Çünki müəllim ocaqların alınmasından qorxduğu üçün müəllim o təşrifi qəbul etmir. Təşrifi qəbul etməyəcək. Çətinliyiniz var dərslə bağlı?